öncə sonsuzluğun üzərinə təkrar yapaq, təkrar edək. Əgər xanım 1 il müddətində cinsi əlaqəyə baxmayaraq hamilə qala bilmirsə, bu sonsuzluq adlanır. 35 yaş üstü qadınlarda artıq bu il 1 ildir 6 ay hesablayacağıq. Yəni xanım 1 ildir artıq uşağı olmursa, mütləq həkimə müraciət etməlidir. Amma pasiyent yeni evlənib ya da uşaq istəyir, amma onda aybaşı problemi var, əlaqə getmə problemi var, ara qanamaları var. Nəsə bir şikayəti varsa, bu 1 ili gözləməyəcək. Anidən kökəlmək. Pasiyent nə deyir? Mən yemək yemirəm, kökəlirəm. Bu problemi varsa, tüklənmə problemi varsa, artıq 1 ili gözləmir. Bu şikayəti varsa, birbaşa həkimə müraciət edir. Pasiyent bizə müraciət etdi və baxdıq, gördük, heç bir problemi, heç bir şikayəti yoxdur, hər şey normaldır, yoxladıq, yoldaşı da normaldır. Biz onlara heç bir müalicə vermirik. Deyirik, gedin, 1 il tamamında gəlirsiniz, əgər 35 yaşın altındadırsa. 35 yaşın üstündə, xanım 35 yaşın üstündədirsə, kişi nəzərə alınmır. Burada xanımlar nəzərə alınır, yaşı deyirəm. Xanımın yaşı 35 yaşın üstündədirsə, biz onlara 6 ay müddət veririk. 6 ay içində özləri hamilə, xanım özü hamilə qalmazsa, artıq gəlməlidir qəbula və həkim ona lazımi müalicələri başlamalıdır. Müalicəmiz deməli bu şəkildə başlamalıdır. Birinci gözləyirik. Xanımı müayinədən keçirdik, hər şey normaldırsa gözləyirik.